Kemal'e. Erkekler red flag'tir ve benim en sevdiğim renk reddir. Bugün sizlerle birlikte ilk buluşma red flaglarını sıralayacağıq. Yani ilk görüşdə oğlan neynəsə gedirik, neynəsə okeydir. Elə pisdən yuxarı qalx, yaxşılar. Problem olur olmaz kimi. Bir çox problem. Okey, 3'dür bu. 3 çox problem olar. Hətta 4-ə 3 çox şeydir. Yox, mən sayıram. Amma indi kimin effektidir? Amma mən qısqanc erkək çox sevirəm. Mən first date'də. Yəni biraz şova qaçıb, amma bir şey deyim, first date'də məncə açıqca bildirməlidir rəngini. Desin ki, mən buyam, mən bilim ki, davam edəcəm. İkinci date'də desin, amma first date biraz şovdur da yəni. Yox, first date'i bil, ikinci date'e niyə özü yorursan? Ona görə 6, 5. 5'dir. Tamam, 5. Problem. Bir tık problemli çünkü. Onlar 2'ye qoyaq. Çox danışan insan Bir şey deyim səndə. vardı. Mən özüm çox danışıram. Mən çox danışan insanam, necə susturacaq? İkimiz də çox danışan, ona görə susan lazımdır. Bizim üçün problemdir. Üçlük problemdir. Üçlük problem. Amma bir şey deyim, ya şey falan çıxsa, text relationship, situationship, fuck buddy olmaq deyir falan. Elə şeylər silərik. Onda başdan təzə başlayır. Var, problem çünkü değil. anasının qızlıq soyadına qədər. 8'lik bir problemdir. Bir çıxır. Aşırı dozu biraz zordur ama 8'lik. Həyattaki hər kəsdə ki, Bu bir şey mi? O kadar mənəm ki, mən 7 falan deyirəm də. Mən də küsəm amma ilə. Bir şey deyim amma bir insan həyatındakı bütün temalardan dava ilə çıxması birdir yəni. Bizim də var da. Bəlkə 6. Amma heç kimsə dürüsttür. Heç kimsə dürüst yanaşır. Deyir ki, mən evladıyam. Mən 7 deyirəm. Amma duygusal yaxınlıqdan qaçırsa biz niyə münasibətə başlamaq üçün bir masada oturmuşuq? Qətin tapacaq. Birinci date'də bilə bilməzsən. Sadəcə deyir ki, mən belə bir xarakterim var. Sən bu barədə məlumatda olursan. İnşallah. Mən inanıram. Mesela birdir. Birdir. Konuşmağa gerek duymadım. Birdir. Mən buna çox qıcıq olurum. 2 olsun, nə olar? Sən kim köpəksən, kim? Mən səni sevirəm. Özüvdəki kimi sonunda evladı. Hı? Onun həvəsin qursalına. Oğlan 2'ye qoyum, danışmaz. Bir şey gəldi mənə səbəb. Qıç da bir ola bilər. Yəni bəlkə göz kontaktı qurmaq kimi bir problemlər var. Amma mən də məsələn sən önəmli bir şey danışanda sənə baxmıram. Hə. Ona görə 10 qoya bilərik. Kötü bir şey gələ bilər. Bax məsələn, çox böyük bir problemdir. 9'a da qoya bilərik bunu. Niyə öyle yaptın ki? Siz birə bunlardan hansını qoyardınız? Rəylərdə yazmayı unutmayın. Bye bye. Allah da gələcəkdəki sevgililərimizə səbir.